Təhsil hüququnun 42-ci bəndi. Təhsil hüququnun 42-ci bəndinə əsasən 5 maddəmiz var idi müəllimlər. Gəlin elə buradan başlayaq. Bu 5 maddəyə nələr daxil idi? Səhv bölməsində yazın və ya əlinizi qaldırın. Kimlər demək istəyirsə, suallarımızı cavablandıraq. İlahi xanım, buyurun. Müəllim, 1995-ci il 12 noyabr Konstitusiyasının 42-ci maddəsinə uyğundur təhsil qanunu. 5 əsas qanundur. Deməli, hər bir vətəndaşın təhsil almaq hüququ var. Maddi vəziyyətindən asılı olmayaraq, yəni istedadlı olan şəxslər dövlət sifarişində təhsil almaq hüququ var. Təhsil sistemi dövlət tərəfindən nəzarət olunur. Həmçinin standartlar, minimum dövlət standartları dövlət tərəfindən müəyyən olunur. Bir də ki, dövlət pulsuz icbari ümumi orta təhsil alma hüququnu təmin edir. Bəli, doğrudur. Dövlət pulsuz ümumi icbari təhsil almaq hüququnu təmin edir. Düzdür. Bunlar hamısı 42-ci bəndə daxil olan maddələrdir. Doğrudur. Təhsilin pillələri hansılardır müəllimlər? Təhsil pillələrini gəlin sayaq. Yazın şərh bölməsinə. Təhsilimizin 5 pilləsi var. Günel xanım, buyurun. Deməli, müəllim, məktəbə hazırlıq, yox, məktəbə qədər, ümumi orta təhsil, sonra ali texniki, ümumi təhsil, sonra texniki peşə təhsili, ali təhsil. Biri qaldı. Orta ixtisas təhsili. Orta ixtisas təhsili. Onun səviyyəsi yox idi. Düzdür. Deməli, məktəbə qədər təhsil, ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil. 5 təhsil pilləmiz var idi. Bu pillələrində öz səviyyələri var idi. Sadəcə bizə lazım idi ümumi təhsilin səviyyələri. Ümumi təhsilin hansı səviyyələri var müəllimlər? Ümumi təhsilin, yəni orta məktəbdə olan səviyyələr. Fidan xanım, buyurun. Salam, axşamınız xeyir. Ümumi təhsilin məktəbə qədər hazırlıq 5 yaşlılar üçündür. İbtidai təhsil 1-dən 4-cü sinifə qədər, ümumi orta təhsil 5-9, bir də tam orta təhsil 10-cu 11-ci siniflər üçün. 10-11-ci siniflər, doğrudur. Məktəbə qədər hazırlıq yox. Elə məktəbə hazırlıq sadəcə. Düzdür? Bəli, məktəbə hazırlıq 5 yaşlılar. Doğrudur. Təhsilin formaları var. Bunlar hansılardır? Təhsilin 3 forması var idi. Təhsilin formaları. Raziyə xanım, siz deyin. Təhsilin 3 forması var. Formal təhsil, qeyri-formal təhsil, bir də informal təhsil. Formal təhsil dövlət tərəfindən sənəd verilir. Yəni attestatla verilən təhsil formal təhsildir. Qeyri-formal təhsil kurslardır, dərnəklərdir, fərdi məşğələlərdir. Yəni dövlət ona sənəd vermir. İnformal təhsil isə özünün təhsildir. Yəni müstəqil biliklərin öyrənməsi informal təhsildir. Yəni özünün təhsil deməkdir. Bəli, doğrudur. Informal da özünün təhsildir. Formal, qeyri-formal, informal. Bunlar təhsilin formalarıdır. Formalardır. 3 forması var. Təhsil almanın isə 4 forması var. Aha, yaxşı. Təhsil alma formalarını yazın, müəllimlər zəhmət olmasa. Təhsil alma formaları hansılardır? Təhsil alma formaları. Çinara xanım, buyurun. Salam, müəllim, axşamınız xeyir. Təhsil alma formaları 4 əsas, 3 əlavə forması var. Əsas formaları əyani, qiyabi, distant və sərbəstdir. Sərbəst təhsil müxtəlif səbəblərdən təhsildən qalan şəxslərə vaxtından əvvəl təhsili başa vurmaq imkanı verir və buna eksternal təhsil də deyilir. Əlavə olaraq stasionar təhsil var, evdə təhsil və fərdi təhsil. Doğrudur, bəli. Deməli, başladıq hardan? Əyani, qiyabi, distant, sərbəst təhsil, bəli, evdə təhsil, fərdi təhsil və stasionar təhsil alma forması. Müxtəlif səbəblərdən dedik, təhsildən kənarda qalan şəxslərə təhsilin hər hansı bir səviyyəsini vaxtından əvvəl bitirmək haqqı verən təhsil alma forması hansı idi? Eksternal. Bəli, sərbəst və ya eksternal təhsil adlanırdı bu. Doğrudur, sərbəst və ya eksternal təhsil, düzdür.
Yaxşı müəllimlər. Daha sonra bu hissələrdən keçdik. Bunlar əzbər hissələrdir. Yadınızda saxlayın. Ola bilər, bəlkə çıxdı qarşınıza imtahanda. Yəni bir 5-10% çıxa bilər. Üzr istəyirəm, zəng gəldi. Hə, deməli dediyim kimi bir 5-10% çıxa bilər qarşınıza bu tip hissələr. Sonra təhsil alanların, təhsil verənlərin və valideynlərin hüquq və vəzifələri. Bəli, gəlin hüquq və vəzifələr haqqında sizinlə danışaq. İlk növbədə mən sual verim, siz cavablandırın şərh bölməsində. Misal üçün təhsil alanla bağlı gəlin danışaq. Öz sinif yoldaşları ilə təhsildə əməkdaşlıq etmək. Sizcə təhsil alan hüququ yoxsa vəzifəsidir? Öz sinif yoldaşlarıyla, yəni məktəb yoldaşlarıyla təhsildə əməkdaşlıq. Bu onların vəzifəsidir. Bəli, doğrudur. Keyfiyyətli təhsil almaq necə bəs? Keyfiyyətli təhsil almaq. Maşallah. Bəli, bu onların hüququdur. Keyfiyyətli təhsil ala bilər. Əgər keyfiyyətli təhsillə təmin olunmursa, nə edə bilər? Öz haqlarını tələb edə bilər. Bəli, əgər təhsil alan öz aldığı təhsillə qane olmursa, kifayətlənmirsə, deyirsə ki, bu təhsil keyfiyyətli deyil və o zaman öz haqlarını tələb edə bilər. Doğrudur. Məktəbin nizamnaməsinin tələblərinə əməl etmək necə? Bəs sizcə? Hüququmuzdur yoxsa vəzifəmiz? Nizamnamənin tələblərinə əməl etmək vəzifəmizdir. Bəli, hər bir təhsil alanın vəzifəsidir ki, nizamnamənin tələblərinə əməl etsin. Doğrudur. Verilən tapşırıqları vaxtında, keyfiyyətlə, səmərəli yerinə yetirmək necə bəs? Bu da vəzifəsidir. Bəli, vəzifəsidir ki, tapşırıqları vaxtında, səmərəli, keyfiyyətli şəkildə yerinə yetirsin, dərsdən yayınmasın, dərsə vaxtında gəlsin. Deməli, öz vəzifələrini təhsil alanlara öyrətmək lazımdır. Təhsil başlayanda ilk əvvəllər onların məsuliyyətlərini, vəzifələrini aşılamaq lazımdır ki, bilsinlər. Doğrudur. Tədris prosesi zamanı hər hansı bir problem yaşanarsa, psixoloji yardım almaq sizcə şagirdin hüququdur yoxsa vəzifəsi? Bəli, təbii ki, bu onun haqqıdır, hüququdur. Nə edə bilər? Psixoloji yardım ala bilər, pulsuz psixoloji yardım. Psixoloq nə yana oturub məktəbdə? Lazımdır ki, bəzən neynəsin? Psixoloji yardım versin şagirdlərə, onlarla psixoloji söhbətlər aparsın, hər hansı sinif mühitində lazım olarsa, o uşaqla özü fərdi danışsın. Əgər qaydalara əməl eləmirsə, yoldaşları ilə pis danışırsa, müəllimlə düzgün şəkildə rəftar etmirsə, bu halda psixoloqun məsləhətinə ehtiyac var ki, müəllim bu şagirdləri psixoloqa yazıb verməlidir. O da onlarla fərdi şəkildə söhbətlər aparmalı, danışmalıdır. Bəli, belə. Bəli, psixoloqların vəzifəsini artırmaq lazımdır. Çünki həqiqətən ehtiyac var ki, psixoloji dəstək verilsin. Psixoloqların əməkdaşlığı olunsun ki, yaxşı nəticədə əldə olunsun. Bəli, belə. Sonra təhsil verənlərlə bağlı, təhsil verənlərin hüquq və vəzifələrindən, misal üçün, məktəbdən kənar, sinifdən kənar tədbirlər təşkil etmək. Təhsil verənin nəyidir? Haqqıdır yoxsa vəzifəsidir? Vəzifəsidir, bəli, doğrudur, vəzifəsidir. Təhsil verən görür ki, 2 nəfər şagird arasında münaqişə yaranıb, konflikt yaranıb. Bu zaman müdaxilə etmək onun vəzifəsidir, yoxsa hüququdur, istəsə etməyə bilər. Vəzifə. Bəli, müdaxilə etməlidir təbii ki, müdaxilə etmək də onun vəzifəsidir. Çünki şagirdlərin sağlam mühitdə təhsil alması, onlar üçün düzgün şəraitin qurulması, bunlar hamısı təhsil verənin də vəzifəsidir ki, təmin eləsin. Bəli, doğrudur. Yaxşı. Mükafatlandırılmaq, hər hansı seçkili vəzifələrə seçmək və seçilmək, bunlar hamısı hüququdur təbii ki, təhsil verənin. İstəsə bunlardan istifadə edə bilər, doğrudur. Məktəb psixoloqu ilə əməkdaşlıq etmək, valideynlərlə əməkdaşlıq etmək,
Başqa kimlə əməkdaşlıq etməlidir? Sizcə? Başqa Öz kimlə həmkarları ilə, öz həmkarları direktoru ilə, ilə, bəli. Bir də məktəb rəhbərliyi ilə, düzdür? rəhbər Bəli, məktəb rəhbərliyi, həmkarlar, bunların hər birinin əməkdaşlıq olunmalıdır. Bəzən məktəb rəhbərləri qınanır, bəzən yox. Bir problem baş verən kimi məktəb rəhbərləri qınanır. Amma əslində, biraz belə deyək də, düzgün şəkildə baxsaq, məktəbdə baş verən problemlərlə bağlı müəllim əməkdaşlıq eləməlidir, rəhbərə məlumat verməlidir. Məktəb rəhbəri gəlib sinifdə oturmur ki, hər çıxanı, girəni və yaxud da ki, hər bir problemi görsün. İnsanlar sadəcə öz, belə deyim də, vəzifələrini xoşlayırlar, başqalarına yükləsinlər və bir problem baş verəndə ən sonda onun haqqında məlumat verirlər. Belə olmamalıdır. Problem baş verirsə, görürüksə, biz əməkdaşlıq eləməliyik, bir-birimizlə danışmalıyıq, məsləhətləşməliyik. Bunları əvvəlcədən tədbirini görmək lazımdır ki, sonradan olmasın. Bu problemlər yaşanmasın. Müəllim bir şey sonra mübahisə edəndə müdaxilə etməyə bilər, amma mübahisə, bilirsiniz nədir? Bəli, mübahisə odur ki, müəllim özü buna şərait yaradırsa əgər, problemli situasiya verirsə şagirdlərə, onların problem həll etmə bacarıqlarını yoxlayır orada, özlərini idarə etməsini yoxlayır. Bu halda izləyir müəllim şagirdləri, görüm nə edəcəklər. Amma münaqişə deyəndə, münaqişə daha böyük bir şeydir. Konflikt, münaqişə, davadalaş, bunlar artıq müdaxilə olunası bir şeylərdir. Misal üçün, müəllim çöldən gəlir, görür ki, şagird dalaşır. Aralarında konflikt baş verir. Müdaxilə eləməlidir onlara təbii ki. Müdaxilə eləyib, sən haqlısan, sən haqsızsan deməyəcək təbii ki. Sadəcə müdaxilə edib problemin səbəbini soruşacaq, onlarla düzgün şəkildə danışacaq, onları mühakimə etmədən fikirlərini qəbul edib normal şəkildə başa salacaq ki, yəni ay uşaq, bura doğru deyil də. Mən Lordla ay uşaq deyirəm təbii ki. Belə. Amma dediyimiz kimi mübahisə varsa bu mübahisəni izləyə bilərik, yönləndirə bilərik, istiqamət verə bilərik ki, qoy onlar aralarındakı problemi özləri həll eləsin. Baxın, bu özünü dərk, özünü idarə etmə, sonra özünü tənzimləmə, bu kimi bacarıqlar tədris ili boyu davamlı şəkildə şagirdlərdə formalaşdırılmalıdır. Davamlı şəkildə özünü dərk etməyi bacarmalıdır şagird, idarə etməyi bacarmalıdır, özünü qiymətləndirməyi bacarmalıdır. Bunlar hamısı tədris ili boyunca davamlı şəkildə aparılmalıdır. Və qarşıya çıxan problemlər, qarşıya çıxan mübahisələr bizim üçün bir fürsətdir əslində bu bacarıqları inkişaf etdirmək üçün. Məsələn, sizə müsahibədə desələr ki, uşaqlar arasında mübahisə yaranır, bunu necə dəyərləndirirsiniz? Siz buna pozitiv yanaşacaqsınız artıq ki, bu bizim üçün bir fürsətdir həm də. Ki, bu uşaqların görün problem həll etmə bacarığı necədir? Gələcəkdə qarşılarına həyatda bir problem çıxanda, çöldə, bayırda bir-birini vurub öldürəcəklər, yoxsa normal şəkildə münaqişəni, mübahisəni həll etməyi bacaracaqlar. Ona görə mən izləyərəm təbii ki onları və istiqamətləndirici suallar verərəm. Çalışaram ki, özləri problemi həll eləsin. Bu tip sualların cavabı budur. Yox, mən gedərəm, tez onları sakitləşdirərəm və yaxud da ki, tez onların bir-birinə hücum etməməsinin qarşısında. Belə yox, belə danışmırıq biz. Hər şeyə pozitiv yöndən baxırıq. Bəli. Yaxşı müəllimlər. Daha sonra valideynlərlə bağlı, misal üçün, övladı üçün təhsil müəssisəsini seçirsə valideyn, istədiyi bir müəssisədə övladını oxutmaq istəyir. Bu onun hüququdur, yoxsa vəzifəsi? Təbii ki, hüququdur. İstədiyi məktəbdə oxuda bilər. İstədiyi müəssisəyə apara bilər övladını. Bu onun haqqıdır təbii ki. Bəli. Aha, bəli. Yaxşı. Bəs övladının ümumi orta təhsilini təmin etmək necə? Övladını təhsildən yayındırmamaq, onun icbari təhsilini təmin etmək artıq vəzifəsidir hər bir valideynin. Bəli. Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək hüququdur, yoxsa vəzifəsi? Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək. Hüququdur. Təhsil müəssisəsi ilə əməkdaşlıq demişdik, hüquqdur. Vəzifəsi nə idi valideynin? Vəzifəsinə gəldikdə isə Təhsilə cəlb eləmək. aha, əməkdaşlıqla bağlı vəzifəsi var idi. Müəllimlə kollektivlə, məktəb Aha. kollektivlə. Bəli, məktəb kollektivi ilə əməkdaşlıq etmək. Məktəb kollektivi ilə əməkdaşlıq onun olacaq artıq vəzifəsi. Bəli.
Müəllim, insan faktoru varsa vəzifə idi, amma belə cansız əşya, məktəb özü varsa hüquq idi. Bəli, təhsil müəssisəsi ilə əməkdaşlıq deyəndə nəyi nəzərdə tuturuq biz? Yəni misal üçün məktəbdə nəsə bir problem ola bilər, valideyn ona köməklik göstərə bilər, nə bilim pəncərə qırılıb, qapı qırılıb, hər hansı bir təmir işi var. Nəsə köməklik lazımdır. Bunlar könüllü yardımlardır hamısı və könüllü yardım adına məlum, könüllü. Süpürgə almalıdırlar. Tədbir keçirilir məsələn, məzun günü, o birisi, bu birisi. Bunlar hamısı hüquqdur. Yəni burada belə bir vəzifəsi yoxdur valideynin. Bəli. Amma məcburdur nəyə? Yəni vəzifəsidir nə? Kollektivlə əməkdaşlıq etmək. Kollektiv deyəndə də burada müəllimlər, psixoloq, rəhbərlik bunlar hamısı nəzərdə tutulur. Bu cür əməkdaşlıq artıq onun da vəzifəsidir. Bəli, doğrudur. Yetkinlik yaşına çatmayan övladı üçün rahat bir təhsil almaq şəraiti yaratmaq, mühit yaratmaq bəs necə? Hüququdur yoxsa vəzifəsi? Vəzifəsidir, bəli. Yəni yetkinlik yaşına çatmayan övladı üçün təhsil almaq üçün şərait yaratmaq da vəzifəsidir valideyn. Şərait yaratmalıdır. Onu lazımsız işlərə qoşmamalıdır. Çalışmalıdır ki, o təhsilini davam etdirsin, təhsil alsın. Bu vəzifədir. Hüquq deyil. Bəli, belə. Yaxşı, keçək. Bir də sertifikatlaşdırma ilə bağlı. Sertifikatlaşdırma prosesi bilirsiniz ki, təhsil verənlər üzrə aparılır və təhsil verənlərin sertifikatlaşdırılması prosesində kimlər iştirak etməyə bilər? O vəzifədir, bəli. İştirak etmək hər bir müəllimin vəzifəsidir. Kimlər iştirak etməyə bilər bu prosesdə? Kimlər azaddır? Fatimə xanım, buyurun. Salam müəllim. Salam. Deməli, aşağıdakı şəxslər sertifikatlaşdırmada iştirak etmir. Hamilə qadınlar, uşağının 3 yaşına dək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, uşağını tək başına böyüdən kişilər, ilk dəfə işə qəbul olunanlar 3 il müddətində idi, səhv eləmirəmsə. Bir də azı 3 dəfə sertifikatlaşmadan keçmiş şəxslər, bir də 60 yaşdan yuxarı olan müəllimlər könüllüdür sertifikatlaşmada. Bəli, könüllüdür, doğrudur, düzdür. Bir də əgər üzürlü səbəblərdən iştirak etməyiblərsə, onda onların iş yerləri 1 il müddətində saxlanılır. Bir də gələn il təzədən bir də imtahan verirlər. Bəli, 1 il müddətində onlara şans verilir. Kəsilibsə və iştirak edə bilməyibsə, 1 ildən sonra yenidən iştirak etməlidir. O artıq ikinci dəfə də iştirak edə bilməyəcəksə, avtomatik nə olacaq? Kəsiləcək. Kəsilir. Bəli, kəsilmiş hesab olacaq. Mən üzr istəyirəm. Bəli. Nə kimi üzürlü səbəblər burada arqument gətirilə bilər? Üzürlü, üzürsüz fərqi yoxdur. İştirak edə bilmirsə bir müəllim sertifikasiyada, artıq ona 1 il vaxt verilir, şans verilir. Üzürlü ola bilər ki, xəstəliyi ilə bağlı iştirak edə bilmir və ya hər hansı bir başına xəta gəlibdir, nəsə problem olubdur. Bunlar üzürlü səbəblərdir təbii ki. Amma hər bir halda şans verilir ki, neynəsin? Növbəti dəfə yenidən iştirak eləsin. Bəli. Yaxşı. İkinci mövzumuza keçək. Kurikuluma aid olan terminlərin təsviri. Təhsil alanların bilik bacarığına qoyulan dövlət tələbi. Nədir bu müəllimlər? Təhsil alanların bilik və bacarığına qoyulmuş dövlət tələbi. Bəli. Məzmun standartı və ya alt standart. Düzdür? Hər ikisinə biz bu tərifi verə bilərik. Təhsil alanların bilik və bacarığına qoyulan dövlət tələbi. Məzmun standartı və ya alt standart. Məzmun standartı daha geniş anlayışdır. Məzmun standartını biz 2 yerə bölürük. Əsas və alt standart olmaqla. Bəli. Bunlardan hansı hər il dəyişirdi? Standart yoxsa alt standart? Hər il dəyişən hansıdır? Alt standartdır, bəli. Və alt standart hər il dəyişdiyi üçün də məzmun neynir? Məzmun ilə dəyişmir. bəli. Amansız şəkildə inkişaf edir.
Məzmun davamlı şəkildə inkişaf edir. Yəni Alt alt standartın standart dəyişməsi nəticəsində bu baş verir. Məzmun davamlı şəkildə inkişaf edir. Məzmun xətti bəs necə? Dəyişir yoxsa dəyişmir? Aha. Bəli, məzmun xətti dəyişmir. Dəyişməzdir müəllim. Leytmotivdir. məzmun xətti dəyişməzdir. Fənnin ana xəttidir, leytmotividir, bünövrəsidir. Doğrudur. Məzmun xətti dəyişmir, amma alt standartın dəyişməsi nəticəsində hər il davamlı şəkildə məzmun sadədən mürəkkəbə doğru inkişaf edir. Bəli. Mürəkkəbləşir. Məzmun alt standartın funksiyaları var. 4 funksiyası var idi. Bu funksiyaları kim sayar? Alt standartın funksiyalarını. Leyla Rəhimova, buyurun. Alt standartın funksiyaları budur ki, təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaratmalıdır. Sonra təlimdə interaktivlik təmin edilməlidir. Təlimin məzmununun davamlı inkişafının təmin olunmalıdır və təlimdə strategiyalar düzgün seçilməlidir. Bəli, doğrudur, düzdür. Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradırdı ilk olaraq və bu təlim məqsədinə uyğun da biz digər bütün işlərimizi planlaşdırırdıq. Strategiyaların seçilməsi, inteqrasiyanın qurulması və davamlı inkişafın təmin olunması. Misal üçün deyir ki, şagird deyir şagird 5-ci sinifdə oxuyur, yazı bacarıqları filan səviyyədədir. 6-cı sinifdə isə o yazı bacarıqları biraz da mürəkkəbləşib inkişaf edibdir. Bu sizcə alt standartın hansı funksiyası ilə bağlıdır? Təlimdə məzmunun davamlı olması ilə bağlıdır. Yəni davamlı inkişaf ilə bağlıdır. Əlinizi qaldırın, daha xahiş edirəm. Əlinizi qaldırın, amma səs açmayın. Hamı yazsın şərh bölməsində. Görək kim düz bilir, kim səhv bilir. İnteqrasiya deyil. Bəli, inteqrasiya deyil, çünki inteqrasiya əlaqələndirmədir. Biz əlaqələndirmədən danışmadıq ki, biz dedik ki, 5-ci sinifdə yazı bacarıqları filan səviyyədə idi, 6-cı sinifdə biraz da mürəkkəbləşdi. Hətta bayaq biz o haqda da danışdıq. Məzmunun davamlı inkişafıdır bu, 4-cü funksiyası alt standartın. Məzmunun davamlı inkişafı nəticəsində məzmun inkişaf eləyir, yazı bacarığı mürəkkəbləşir və ya sizin öz fənninizdə olan hər hansı bir bacarıq mürəkkəbləşir. Düzdür? Bəli. Müəllim planlaşdırmasına belə bir fəaliyyət salıbdır. 8-ci sinifdə hər hansı bir fəndən mövzunu keçir və bunu aşağı sinifdə keçdiyi başqa bir mövzuna əlaqələndirir. Bu zaman hansı funksiyasına istinad eləyir? Surə xanım, buyurun. İnteqrasiyadır müəllim. Şaquli inteqrasiya edir. Bəli, Fəndaxili, şaquli, şaquli fəndaxili, şaquli inteqrasiya edir. Doğrudur, fəndaxili, şaquli inteqrasiya edir, düzdür. Bəli. İnteqrasiyadan danışaq. İnteqrasiyanın dedik 3 növü var. Yazın zəhmət olmasa, birini dedik fəndaxili. Digərləri hansılardır? Raziyə xanım, buyurun. İnteqrasiyanın 3 növü var. Fəndaxili, fənlərarası və fənüstü. Fəndaxili inteqrasiya özü 2 yerə bölünür. Şaquli inteqrasiya var, üfüqi inteqrasiya var. Şaquli inteqrasiya məzmun xəttlərinə əsasən olur və sinifdən sinifə keçdikcə, yəni siniflər üzrə əlaqə yaradılır. Ancaq üfüqi inteqrasiya isə yəni bir fənnin daxilində olur və məzmun xəttləri arasında olur. Yəni bir sinifin keçilən mövzular arasında olur inteqrasiya. Fənlər arası da 2 və daha artıq fənn arasında olur. Fənüstü də həyatla əlaqəli olur. Həyatla əlaqələndirmə olur. Həyatı bacarıqlarla. Doğrudur. Fənüstü inteqrasiya ilə bağlı danışaq. Gəlin, fənüstü inteqrasiyanı necə seçirik ümumiyyətlə? Nələrə əsasən fikirlərinizi yazın. Günel xanım, buyurun.
Mənim deməli burada həyatla əlaqələndirmə var. Yəni ki, bir şeyi evdə belə tətbiq etməyi, məsələn, şagird riyaziyyat dərsinin perimetr hesablamasını bilir və bunu evdə tətbiq edir hər hansı bir yeri ölçərkən. Buna yəni evdə köməklik edir ailəsinə. Sonra sinifdən kənara çıxmağı göstərə bilər. Hər hansı bir dərs keçirir müəllim, onu kənarda göstərə bilər ki, yəni bu haqqda məlumat vermişdik. Necə kənarda Sonra göstərmək? Misal üçün, şagirdləri real həyatda aparıb dərs keçmək, yoxsa necə? xeyr, yəni ki, öyrəndiyini kənarda onun oxşarını göstərmək və yaxud da onunla əlaqəli bir şey göstərmək, əlaqələndirmək onları. Real həyatı nümunələr gətirə bilər sinifə məsələni. Baxın, fəndən kənara çıxaraq, keçdiyi fəndən kənara çıxır və real həyatı nümunələr gətirirsə sinifə, bu zaman olur fənn üstü. Real həyatı nümunələri canlısını göstərir də onlara. Bu olur fənn üstü inteqrasiya. Real həyatla bu cür əlaqələndirə bilər. Və ya şagirdin özünün real həyatda ona lazım olan bacarıqları formalaşdırmaqdırsa müəllimin məqsədi, bu zaman fənn üstü inteqrasiya götürəcəyik. Məsələn, düşünmək və qərar vermək bacarığı. Bu şagirdin həyatda hər yerdə lazım olacağı bir bacarıqdır, düzdür? Bu bacarığı formalaşdırmaq üçün müəllim bir mövzu seçir və onun üzərindən dərsi həyata keçirir. Şagirdlərə düşünmək və qərar verməklə bağlı suallar təqdim eləyir. Onlar öz fikirlərini bildirirlər. Hətta şərait yaradır ki, hansısa bir problem zamanı düşünüb qərar versinlər. Bunlar fənn üstüdür. Real həyatda ona lazım olan bir bacarığı formalaşdırır müəllim. Yəni fənn üstü adından məlum, fəndən kənara çıxırıq biz burada. Mən dil ədəbiyyat müəllimiyəmsə, heç mən dil ədəbiyyatı burada onunla bağlı nümunələr çəkib dərsi keçmirəm. Bu fəndən Azərbaycan ədəbiyyatından kənara çıxıram. Real bir bacarıq formalaşdırıram şagirddə. Sabah o bacarıq onun köməyinə gəlsin. Düzdür? Və ya fizika müəllimiyəmsə, fərqi yoxdur. Kimya müəllimiyəmsə, mən onda real bacarıqlar formalaşdırmalıyam. Bu zaman olur fənn üstü inteqrasiya. Belə yəni, imtahanda da inşallah qarşınıza normal sual çıxar, cavablandırarsınız. Bəli. Sözünüzü kəsdiyiniz üçün istəyirəm. Məsələn, bu aktual mövzular vardı, tutaq ki. Onlar haqqında da nəsə müəllim tapşırıq falan verəndə də fənn üstü götürmək olardı. Aktual mövzu, məsələn, bəli, ictimai nəqliyyatda davadalaş düşür. Bununla bağlı müəllim şagirdlərə hər hansı bir problemli situasiya təqdim edir. Onun üzərindən dərs qurur. Bu ictimai nəqliyyatda baş verən hadisə belə deyək də tarix deyil, coğrafiya deyil, fizika deyil, riyaziyyat deyil, düzdür? Həyatda qarşımıza çıxan bir problemdir. Bunun üzərindən dərsə həyata keçirir. Bu tip problemlər ola bilər. Və ya təbii fəlakətlər mövzusu ola bilər ki, düzdür, coğrafiya ilə də əlaqəlidir, amma təbii fəlakət qarşımızda həyatda da, getdiyimiz yerdə də başımıza gələ bilər. Bu tip real həyatı nümunələr. Fənn üstü inteqrasiya ilə bağlı sual düşəcək kimi, düşməyəcəyimi, yəni bu da bilmirik. İndi sertifikasiyada cəmi 10 dənə sualdır və orada mütləq ki, həmişə inteqrasiya falan filan düşür. Heç olur ki, miqdar bəzən inteqrasiyada düşmür, ümumi şəkildə situasiyalar düşür. Ona görə onu bilmirik, düşəcəkmi, düşməyəcəkmi, hər ehtimal yəni öyrənirik. Amma düşsə də bir sualdan artıq düşmə şansı yoxdur. Belə. Yox, fənn üstünü götürməyəcəksiniz, yox. Baxın, düşünün, sonra götürün. Məsələn, keçən dəfə ən sonuncu imtahanda fənn daxili, fənlər arası fənn üstü çıxmışdı cavab. Düzdür? Bir çox müəllim fənn üstünü götürməmişdi ki, burada fənn üstü olmayacaq. Baxın, yenə də düşünün, sonra götürün. Hə. Təsəvvür edin tipli cümlə həmişə fənn üstü olmur, xeyr. Həmişə təsəvvür edin tipli cümlə fənn üstü olmur. Daha doğrusu fənn daxili, fənlər arası olmur. O baxın situasiya, bəlkə heç bir fənnin əlaqəsi yoxdur deyə təsəvvür edin. Onunla əlaqəli deyil yəni o məsələ. Belə. Yaxşı, sonra müəllimlər keçək digər hissələrə. Nədən danışaq sizinlə? Təlim nəticəsini də deyək, bu hissədən qurtaraq. Təlim nəticəsi nədir bəs? Təlim nəticəsi. Fidan xanım, buyurun. Təlim nəticəsi deməli əvvəlcədən müəyyənləşdirilir və şagirdlərə daha çox nəyi öyrənməli olduqlarını və hansı meyarlarla qiymətləndirəcəyinə kömək edir. Təlim nəticələri müəllim şagird mərkəzli olmalıdır. Yəni müəllim nə keçəcəm yox, daha çox şagirdlər nə öyrənəcək yanaşmasında olmalıdır həmişə. Aha.
Bəli, doğrudur. Şagird yönümlü olmalıdır. Şagirdlərə dərsin əvvəlində bildirilməlidir təlim nəticəsi. Bildirilməsinin də səbəbi budur ki, demişdik, şagird bilməlidir ki, dərsin sonunda o nə qazanacaq, nə əldə edəcək, hansı bilik və bacarıqlara sahib olacaq. Bunun üzərindən artıq daha effektiv öyrənmə əldə edə bilər. Həm də onu, belə deyək də, nisbətən dərsə cəlb eləyir təlim nəticəsini ona bildirmək. Təlim nəticəsindən sonra müəllim nəyi bildirməlidir şagirdlərə mütləq? İkinci növbədə qiymətləndirmə meyarlarını, bəli, qiymətləndirmə meyarında müəllim şagirdlərə mütləq nə etməlidir? Deməlidir ki, bunun məqsədi nədir? Qiymətləndirmə meyarı bəs niyə uşağa deyirik ki, necə qiymətləndirəcəm, uşaq niyə ki onu? Düzdür? Yoxsa necə? Güvəliyeva Günel xanım, sizcə nəyə görə deyirik? Salam Elgün müəllim. Yəni uşaq bilməlidir ki, müəllim qiymətləndirməni hansı istiqamətdə aparacaq. Ona görə də o istiqamətdə cavablar verməlidir. Yəni əvvəlcədən qiymətləndirmə meyarı mütləq bütün sinifə əvvəlcədən bildirilməlidir. Bəli, doğrudur. Yəni uşaq bilməlidir ki, mən sonda müəllim nəyə əsasən qiymətləndirəcəm? Misal üçün, bu cür cavab versəm mənim qiymətim nə olacaq? Yəni meyarım, mənə verilən rəy necə olacaq? Bu cür cavab versəm, qeyri-kafi mi olacaq, kafi mi olacaq, yaxşı mı, çox yaxşı mı? Bunu bilən şagird bunun üçün çalışır və sonda artıq nə olur? Burada sonda obyektivlik, qərəzsizlik qorunmuş olur. Yəni uşaq etiraz eləyə bilmir ki, müəllim niyə mənə bu qiyməti yazır? Çünki əvvəldən danışırıb, əvvəldən müəllim bildirib. Normal olaraq şagird deyəndə ki, mən razı deyiləm, müəllim deyəcək, bax bu meyar qoymuşdum sənə, bu cür cavab verdin, qiymətin də budur. Edə biləcəyimiz bir şey yoxdur yəni. Daha çox çalış, daha çox səy göstər, daha çox deməli, fəaliyyət göstər, sənin də nəticələrin neynəsin? Yaxşı olsun. Bəli. Heç bir halda qapalı düşüncə tərzinə salmamalıyıq uşaqları, düzdür? Misal üçün, baxın, belə bir sual verirəm şagirdlərə, deyirəm uşaqlar, sual vermirəm, bir mövzu təqdim edirəm və deyirəm ki, kimin əsaslı fikirləri varsa buyursun, sualı cavablandırsın. Sizcə burada mən inklüzivliyi falan pozuram, yoxsa qoruyuram? Hər kəs üçün bərabər şərait yaradıram, yoxsa yaratmıram? Kimin əsaslı fikirləri varsa, desin. Fikrini desin. İnklüzivliyi qorunur, yoxsa pozulur?